Deməli, mən uşaq olanda, hansı nişanda, həridə, bir qonaqlıqda yığışanda çox vaxt orada qadınlar olurdu. Və bir də görürdün ki, hansı qızının adı çəkilirdi, kimsə qızının. Xalalardan, bibilərdən biri çönüb deyirdi ki, o qız əsl evlənməli qızdır. Və sən bunu artıq bir dəfə eşidirdin, 5 dəfə, 10 dəfə, 15 dəfə. Və yeganə kompliment idi, hansısa bir qız haqqında deyilən bir söz idi bu. Başqa bir kompliment yox idi. Və sən də fikirləşirdin ki, avtomatik olaraq, çünki uşaqsan, mən də elə qız olmalıyam ki, mənim də adım çəkiləndə desinlər ki, əsl evlənməli qızdır. Amma bir yaşdan sonra bir moment gəlir, sən özünə sual verirsən. Əslində bizim cəmiyyətdə əsl evlənməli qız, elə o xalların, bibilərin fikrinə görə əsl evlənməli qız kimdir? Mən sizə deyim də, sakit, fağır, oxumuş olsa da çox bilmiş olmasın, cavab qaytarmasın, ümumiyyətcə heç bir fikir olmasın. Yoldaşı ona əl qaldırsa da, gəzsə də, bunun hamısını keçsin, tək ailəsi dağılmasın, uşaqları atasız qalmasın, atasız böyüməsin. Bax, əsl evlənməli qız budur. Bunu mən anlayanda, bilmirəm mənim neçə yaşım var idi, hansı moment o baş verdi. Sadəcə olaraq mən özümə söz verdim ki, mən elə bir qız, elə bir qadın olacağım ki, bu ölkədə, bu cəmiyyətdə. Mənim adım çəkiləndə nə o xalların, nə o bibilərin biri də çönüb deməsin ki, o qız əsl evlənməli qızdır. Və məncə, mən arzuma çatdım.